Gözəllikdən bəhs edən kitabımızın növbəti səhifəsini də Bahar Gözəllik Salonunda vərəqlədik. Gəlin görək bu səhifədə nələr olacaq. Uzun saç qadın şarmının açarıdır. Artıq bu açarı əldə etmək üçün illərlə gözləməyə gərək yoxdur. Bir gündə, bir saatın içərisində uzun saçlar sizin olacaq. Bahar Gözəllik Salonuna gəlin, Usta Elnarəyə müraciət edin. Gözəllik salonunun sahibi stilist Kəmalənin də şarma öz payı var. Bu pay 3 müxtəlif gəlin surətidir. Kəmalənin fikrincə gəlinlik saç düzümü xüsusi zövqlə yığılmalıdır. Saç aksesuarı isə geyimə uyğun seçilməlidir. Çünki gözəlliyin yolu ahənglə başlayır. Bunsuz gözəllikdən söhbət belə gedə bilməz. Olsun saç düzümü, olsun makyaj və ya seçilən libas fərqi yoxdur. Bunların hamısı bir-birinə tən olmalıdır. Olmalıdır ki, sənə müraciət edən xanım şarmla görüşüb razı yollansın. Bütün bunlara görə Kəmalə xanımların seçə biləcəyi stilistdir. Əllərinizə də zərif gözəllik Bahar salonundan bəxş olunacaq. Bunun üçün manikür ustası Taliyaya müraciət etməlisiniz. Gözəllik salonunda sizin toyunuza şarm bəxş edən, milli üslubda, əllə işlənən səbətlər, xonçalar da var. Bahar Gözəllik salonunda kompüterlə yeni imic adlı gözəllik sistemi var. Bu o deməkdir ki, xanımlar kompüterdən yeni gəlinlik, ziyafət və gündəlik imicini seçib gözəl görkəmlə Bahar salonunda görüşəcəklər.